Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda dadlı, ləzzətli, eyni zamanda xeyirli balıq kotleti hazırladım. Çox dadlıdır, çox ləzzətlidir. Bu videodakı kotleti hazırlamışam kilki balığından. İstənilən balıq ola bilər. Niyə məhz kilki? Ona görə ki, kilkə balığı yağlıdır və onun kotleti həm yumuşaq, həm ləzzətli və çox dadlı olur. Kilkə balığını bax bu cürlə təmizləyirəm. Bu təmizləmənin bir cür də üsulu var. Balıq donlu olanda daha rahat olur. Sadəcə olaraq mənə bu cür rahatdır. Videonun əvvəlində vurğuladığım kimi balıq kotletini istənilən balıqdan hazırlaya bilərsiniz. Təmizlənmiş balığı təmiz yuyuram və aş süzəndə gözləyirəm ki, suyu təmiz çəkilsin. Kotleti hazırlayanda həmişə vurğulayıram ki, çörəyin yumuşaq hissəsi. Xüsusi olaraq zavod çörəyindən istifadə edirəm. Zavod çörəyinin yumuşaq hissəsi çox dadlı olur. Artıq balığın da suyu təmiz çəkildi. Soğanı bu cür xırdalayıram və bütün ərzaqları ət çəkən maşından keçirdəcəm. Ümumiyyətlə kotlet hazırlayanda kotletin içliyi həmişə ət çəkən maşından 2 dəfə keçirilməlidir. Balıq kotletində isə bunu etmək vacib deyil. Niçin ki, balığın əti zaten yumuşaqdır. Balığı ət maşından keçirdə bir yumurta da əlavə edirəm. Bu da çox gözəl bir prosesdir. Mən bunu istehsalatda işləyəndə görmüşəm. Artıq yumurtanı çalıb əlavə eləməyə ehtiyac yoxdur. Yuyulmuş, suyu çəkilmiş göyərtini də belə doğrayıram ki, ət çəkən maşından çox rahat olsun keçirtmək. Çörəyin yumuşaq hissəsini suda isladıb bərk sıxıram. Əlavə eləyirəm çəkilmiş balığın içinə. Ərzaqların miqdarı videonun altında da yazılıb. Çəkilmiş içliyin içinə duz, istiot əlavə olunur, yumuşaq kərə yağı və yaxşıca yoğrulur. Bir məqamı sizə çatdırmaq istəyirəm. Yəni, kərə yağını quyruqla da əvəz eləmək olur. Onda balıq kotleti tam quru alınmır. Çox ləzzətli, yumuşaq kotlet olur. Və yaxşıca yoğrulmuş içliyi düz 3 saatlıq qoyuram soyuducuya. 3 saat keçdi və mən içlidən 80 qramlıq bu cürlə kotletlər tuturam. Kotleti rahat yumurlamaqdan ötəri mən barmaqlarımı xudmani bitki yağına batırıram və çox gözəl bir effekt verir. Balığı xoşlanmayan uşaqlara bu ən gözəl çıxış yoludur. Kotlet hazırlamaq. Artıq kotletlər hazırdır. Hazırladığım bu yumru kotletləri düzürəm suxarinin üstünə. Fikir verin ki, bu içliklə işləmək necə rahatdır. Bu ona görə ki, hazır içli 3 saat qalıb soyuducuda. Yüngülvari suxariyə batırıb, bax bu cürlə forma verirəm. Təmiz 1 kilo kilkənin əti çıxsın deyə mən 2 kilo kilkədən istifadə elədim. Və təmiz 1 kilo kilkə balığın ətindən 17 ədəd 80 qramlıq kotlet alındı. Bir dənə belə bir məqamı qeyd eləmək istəyirəm. Mən ümumiyyətlə kotlet hazırlayanda həmişə belə yüngülvari suxariyə batırıb ona görə edirəm ki, yer göy təmiz suxariyə batmasın. Bugünkü balıq kotletini bax bu cürlə bir forma ilə hazırlayacağım. İndi isə kotletlərə forma verirəm.
Yəni bax bu cürlə bax belə qoyuram. Bax belə. Bu bir variant əlimlə. Və məndə belə bir köməkçi var. Hazır suxarili kotleti qoyuram içinə. Bu xüsusi kotlet üçün olan bir formadır və belə basıram. İndi yaxından göstərirəm. Baxın görün. Adi qaydayla və balıq kotletinin bir xüsusiyyəti var. Qızaran zaman balacalaşmır. Ölçüsü nədir? Elə də qalır. Qoyuram bunu. Kotleti içinə. Bax, belə qoyum ki. Bax, belə düzəliş eləyirəm. Bu mənim niyə xoşuma gəlir? Kotlet hər tərəfdən eyni olur. Reseptdə aydın olmayan məqamlara video baxandan sonra videonun altında resept dəqiq yazılır. Və bugün hazırladığım kotletlərin yarısı polufabrikat halda buzxanada qalacaq, yarısını qızardacağım. Buzxanada qalan kotletlər uzun zaman qala bilər. Heç bir problemi yoxdur. Bunlar getdilər buzxanaya. Bunları isə hazırlayıb qızardacağım ki, siz nəticəni görəsiniz. Bu formanın rahatlığı nədədir? Baxın, görün, vaxt qənaətdir. Həm tez əmələ gəlir və kotletlər hamısı eyni alınır. Baxın, görün, çox gözəl bir formadır. Balıq kotletini nə ilə yemək olar? Təbii ki, mənim üçün ən əsası düyü ilə. Amma bu qızarmış kartof da ola bilər, bu kartof püresi də ola bilər. Zövq, seçim sizindir. Çəkiliş gedən zaman bir balaca xata oldu və kotletləri yağın içinə qoymağını çəkə bilməmişəm. Üzürlü hesab edin. Balıq kotletini yağda qızardanda xodu balaca olmasın. Əks halda kotletləriniz cılxa yağın içində olacaq. Gür xodda qızardın, qorxmayın. Bilirsiniz ki, balıq ətinə isti dəyən kimi o saatı hazırda olur. Mətbəx aləmində bizdə xüsusi alətlər var, makaslar, kotletləri çevirməyə. Sadəcə olaraq mənə çəngəllə işləmək daha rahatdır. Hazır olan kotletləri düzürəm kağız dəsmalın üstünə ki, artıq yağı çəksin özünə. Hazır kotletin görünüşü bölürəm və sizə onun için göstərirəm. Bir problemi yoxdur. Fikirləşəsiniz ki, gürxodda qızarıb birdən çiğ qalar. Elə bir şey yoxdur. Baxın, görün, möhtəşəm. Bu cürünə kotletin dadına baxmaqdan ötəri siz nə edirsiniz? Video diqqətlə baxırsınız, bazarlıq edirsiniz, hazırlayırsınız və ailə üzvlərinizi sevindirirsiniz. Sizlərə nuş olsun.
amma çox dadlı kotletdir. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.